Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Bugün sizə növbəti bir kurikulum sualını təqdim edirəm. Maraqlı bir situasiya sualıdır və cədvəl şəklində konstruktiv rəylərlə bağlı olan bir sual nümunəsidir. Baxaq. Cədvələ əsasən hansı rəylərin konstruktiv addım atılmasına, yəni hansı rəy şagirdlərin konstruktiv addım atmasına imkan yaradar və imkan yaratmaz. Uyğunsuzluğu bizdən tapmağı tələb edir. Yəni, imkan yaradarın altında imkan yaratmaz, imkan yaratmazın altında isə imkan yaradara aid olan variantı tapmalıyıq. Baxaq, problemin həlli yollarını düzgün göstərmirsən, amma bəzi məqamlarda səhvə yol vermirsən. Növbəti dəfə çalış, o səhvləri etmə. Çünki bu sənin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Yəni bu rəy şagirdə heç bir stimul vermir. Burada şagirdə istiqamət vermə yoxdur, gələcəyə yönəliklik yoxdur, şagirdə nəyin üzərində işləməsi ilə bağlı təlimat vermir deyə, ona görə birinci verilən rəy effektiv sayılmayacaq. Yəni bu yaratmazdır. Maz yazıram bura, yaratmaz. Müzakirədə fikirlərini aydın ifadə etdin, əla. Amma yoldaşlarına danışmağa fürsət vermirsən. Keçən dəfə də belə etmişdim. Belə olmaz. Bu da heç bir stimul vermir. Ona görə də bu da yaratmayanlar arasındadır. Yəni yaradarın altında 2 dənə yaratmayan var. Onda uyğunsuzluğu bu ikisi yaradır. Hələ ki. 3. Videoda istifadə etdiyin şəkillər mövzu ilə ahəng təşkil edirdi. Lakin altyazıda bəzi orfoqrafik səhvlər var idi. Belə problemlərlə qarşılaşmamaq üçün mətni videoya yerləşdirməmişdən əvvəl mütləq yoxla. İstiqamət verir, yol göstərir, köməklik eləyir. Onda bu rəy şagirdə konstruktiv addım atmağa imkan yaradar. Burada ar yazıram. Yəni bu əslində birinci sütunun altında olmalıydı. Bu da uyğunsuzluq yaradır. Riyazi məsələlərin həlli yolunu düz müəyyənləşdirmirsən. Amma niyə bu düsturdan istifadə etdiyini izah edə bilmirsən. Hesablamalarda isə çoxlu səhvlərə yol verirsən. Belə getsə qiymətin aşağı düşəcək. Bu rəydə şagirdə heç bir istiqamət vermir, yol göstərmir, köməklik eləmir. Ona görə də bu imkan yaratmazdır. Maz yazıram, yaratmaz. Deməli, imkan yaradarın altında yaratmaz olan 1-2, yaratmazın altında yaradar olan 3 oldu. 1-2-3. Cavabımız olur C variantı. 4 isə uyğunluq yaradır. Çünki həqiqətən də bu imkan yaratmayan rəydir deyə bunun altındadır. Mən uyğunsuzluq dediyinə görə tərsinə götürürəm. 1-2-3 bizim doğru cavabımızdır. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Növbəti izahda görüşərik. Sağ olun.